Dəyərli tələbələr, beynəlxalq münasibətlərdən danışmışkən, yenə beynəlxalq münasibətlərlə bağlı, hətta son sınaqda istifadə etdiyim bir sual tipi var ki, həm onu təhlil etmək istəyirəm, həm də Ahmet sakın düşmə deyərək o sualı bir daha sizə izah etmək istəyirəm. Çünki bu sual tələbələrin dili ilə desək, Ahmet suallardan biridir. Nədir bu sual? Biri var, Üçlər İttifaqını yarada qoyan ölkə. Biri var, Antantanı yarada qoyan ölkə. Baxın, mən bunu sınaqda da istifadə etmişdim, iştirak edənlər bilir. Əgər sizdən soruşsa ki, Üçlər İttifaqını yarada qalan ölkə, bəli, doğru cavab İtaliyadır. Yarada qoyur, keçir Antanta tərəfinə. Ondan sonra Osmanlı Bolqarıstanın qoşulması ilə Dördlər İttifaqı olacaq. Yox, əgər sizdə desə Antantanı yarada qoyan ölkə, biz onda Rusiyanı götürürük. Çünki müharibə bitmədən Rusiya Brest-Litovsk müqaviləsini Almaniya ilə bağlayaraq müharibəni tərk eləmişdi. Məhz buna görə də biz burada götürəcəyimiz cavab, əgər Antantanı yarada qoyub deyirsə, Rusiya olacaq. Həmçinin 1-ci Dünya müharibəsi ilə danışmışkən sizə gəlin belə bir maraqlı məlumat verim ki, 1-ci Dünya müharibəsində ən çox qazanan ölkələrdən biri olan Yaponiya 2-ci Dünya müharibəsində böyük bir fəlakətə, yəni atom bombası ilə ərazisinin bombalandığına görə fəlakətə məruz qalmışdı. Yəni sual verilsə ki, 1-ci Dünya müharibəsində ən çox qazanan ölkələrdən olan bu ölkə 2-cidə məğlub olub, deyəcəksiniz ki, doğru cavab əlbəttə Yaponiya. Və yaxud da ki, hər iki müharibəyə sonradan qoşulan ölkəni soruşsa, Amerikanı götürürük. Sağ olun, növbəti videolarda görüşənə qədər.